Və aleykuməssalam və rəhmətullah. Allah razı olsun, qardaş. Qardaş, nəsiyyət budur ki, yəni bu söz-söhbətlərə girməyin, o fitnəyə qarışmayın və fitnə əhlinə əl verməyin. Fitnə əhlinə fürsət yaratmayın. Harada gördünüz ki, bir adam, yəni ondan fitnənin iyi gəlir, həm özünüzü, həm də tanıdıqlarınızı fitnədən və onun əhlindən qoruyun, uzaq tutun. Vəssalam. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hərc-mərclik dönəmində, fitnə zamanında ibadət etmək mənim yanıma hicrət etməyə bərabərdir. Səhih hədisdir. Yəni o zaman ki, fitnə çıxır, sən çəkil qırağa, ibadətinlə məşğul ol. Özünə aid olmayan şeylərə girmə. Belə etsən, sanki Mədinəyə Muhammed sallallahu aleyhi və səlləmin yanına hicrət etmiş hökmündəsən. Və həmçinin fitnədə və fitnə əhlinə qarşı sələfin mənhəci və əxlaqı üzərində ol. Bu məsələdə sələfin əxlaqı nədir? Bizimlə, haqq əhli ilə, fitnə, fəsad, batil əhli arasında olan əsas fərq budur ki, sələflər fitnə zamanında daha çox susmağa, oturmağa və bu şeylərə qarışmamağa üstünlük veriblər. Fitnə və fəsad əhli isə əksinə, əmin amanlıq zamanı danışmazlar, iş görməzlər. Hardakı fitnənin iyini gördülər, onun ətrafına yığışar və başlayarlar danışmağa, nəsə iş görməyə və özlərini göstərməyə. Həmçinin gördünüz, bu fitnədə də nə qədər dırnaq arası danışanlar ortaya çıxdı, hansı ki onlar bu fitnəni özlərini göstərmək üçün fürsət bildilər. Bax, belələrinə fürsət verməmək lazımdır. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və səhbihi və səlləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.